İndi isə keçək ümumi və xüsusi isimlərə. Əşyalar cəmiyyətdəki mövqeyinə, həmçinin həmcinsliyinə görə iki qrupa bölünür. Ümumi isimlər və xüsusi isimlər. Bunlar arasında oxşar cəhətlər var. Məsələn, hər ikisinin əşyanın adını bildirməsi, hallanması, mənsubiyyətə görə dəyişməsi, quruluş baxımından üç yerə bölünməsi oxşar cəhətlərdəndir. İndi isə keçək fərqli cəhətlərə. Ümumi isimlər eyni-cinsli əşyalar verilən adlardır. Məsələn, ağac, insan, gül, küçə, daş, yol, kənd və s. Eyni-cinsli əşyaları bir-birindən fərqləndirmək üçün onların hər birinə verilən xüsusi adlara isə xüsusi isimlər deyilir. Məsələn, Azərbaycan, Türkiyə, Rusiya, daha sonra Araz, Mehman. Məsələn, Mehman povest adı ola bilər, insan adı ola bilər. Azərbaycan həm ölkə adı, həm qəzet adı kimi gedilir. Araz həm insan adı, həm də çay adı olaraq gedir. Xüsusi isimlərin ümumi isimlərdən bir sıra fərqli cəhətləri var. İşlənmə yerinə asılı olmayaraq ilk hərfi həmişə böyük yazılır xüsusi ismin. Ancaq konkret olur xüsusi isim. Sinonimi, amonimi, antonimi olmur. Yenə xüsusi isim. Xüsusi isimlər bir sıra növlərə bölünür. İnsanların adlarını və soyadlarını bildirənlər. Məsələn, Vidadi, Məhəmməd və s. Yer adları bildirənlər. Təbriz, məsələn, Azərbaycan, Xankəndi, Xocalı, Qarabağ, Şuşa, Türkiyə və s. Əsər və mətbuat adları. Məsələn, İskəndərnamə əsəri, Vaqif əsəri, Səs, məsələn, qəzeti və s. Heyvanlara aid adlar. Məsələn, Məstan, Alapaça, Dürat, Alaç, Qırat və s. Xüsusi isimlərin əksəriyyəti sadə, düzəltmə, mürəkkəb, konkret, mücərrəd olan ümumi isimlərdən yaranır. Məsələn, Hikmət, Arzu, İsmət, Ulduz və s. Bəzi hallarda isə xüsusi isimlər ümumi ismə çevrilir. Məsələn, Sirap, Badamlı, Şampan, Mercedes, Kalaşnikov, Plombir və s. Elə xüsusi isimlər var ki, başqa bir nitq hissəsindən transformasiya edilmişdir. Məsələn, Mehriban, Qorxmaz, Əziz. Bunlar sifətdən, sevil, sevər isə feildən transformasiya olunmuşdur. Hamıya salam. Bugün kanalımızda əsas nitq hissəsi olan ismin izahı paylaşılacaq. Ümumiyyətlə, dil seçki elminin beynəlmiləl adı lingvistika adlanır. Dil seçki elminin ən böyük və ən geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: morfologiya və sintaksis. Morfologiya Yunan sözü olub, forma və elm sözlərindən yaranıb. Morfologiya nitq hissələrinin, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis sözü isə Yunanca olub, tərtib, birləşmə deməkdir. Sintaktika bölməsində söz birləşməsi, cümlə və mətn öyrənilir. Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Dilimizdə 11 nitq hissəsi var. Bunlardan 6-sı əsas, 5-i isə köməkçi nitq hissəsidir. Hər bir nitq hissəsinin həm əsas nitq hissələrinin, həm də köməkçi nitq hissələrinin özünə məxsus əlamətləri mövcuddur. Əsas nitq hissələri müstəqil leksik mənaya malik olur. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənası olur, leksik məna ifadə etmir. Əsas nitq hissəsi müəyyən bir suala cavab olur. Köməkçi nitq hissəsi isə ayrıqda heç bir suala cavab vermir. Əsas nitq hissəsi müstəqil cümlə üzvü ola bilir. Köməkçi nitq hissəsi isə ayrıqda heç bir cümlə üzvü olmur. Əsas nitq hissəsi şəkilçi qəbul edərək məna cəhətdən dəyişir. Köməkçi nitq hissəsi isə leksik və qrammatik şəkilçi qəbul etmir. Əsas nitq hissəsinin leksik məna ilə yanaşı qrammatik mənası olur, formaca dəyişə bilir. Morfologiyada əsas anlayışlardan biri də kök və şəkilçidir. Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, onun aid olduğu nitq hissəsində dəyişə bilir. Danışaq əşya və hərəkətdən. Qrammatikada əşya dedikdə canlı, cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə, hərəkətin icra edilməsi deyil, icra edilməməsi də nəzərdə tutulur. Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.
Danışaq isimdən. İsim ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə deyilir. İsmin kim, nə, hara sualları vardır. İsmin özünə məxsus xüsusiyyətləri var ki, onları başqa nitq hissəsində görmürük. İsmə məxsus xüsusiyyətlər konkret və mücərrəd olması, ümumi və xüsusi olması, tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi, hallanması, şəxs və xəbərlik şəkilçisi qəbul etməsi. İsmə aid bir xüsusiyyətlərin içərisində ilk ikisini çıxmaq şərti ilə digərlərinin qrammatik göstəriciləri vardır, yəni şəkilçiləri vardır. İlk üç şərti isə yalnız ismə aid xüsusiyyətlərdir. İndi isə danışaq konkret və mücərrəd isimlərdən. Bütün əşyaların, varlıqların adını bildirmək ismin birinci əlamətidir. Varlıqlar isə şərti olaraq müəyyən qruplara bölünürlər ki, onlardan biri də gözlə görünə bilən və görünməyən varlıqlardır. Gözlə görünə bilən, əllə toxunulması mümkün ola bilən isimlər konkret isimlərdir. Həmçinin şəklini çəkə bildiyimiz isimlər də konkret isimlərdir. Bir sözlə, fiziki olaraq mövcud olan isimlər konkret isimlərdir. Məsələn, maşın, bulud, hərif, mühəndis, hava, külək. Hava gözlə görünməsə də hiss etdiyimiz üçün konkret isim hesab olunur. Məsələn, ev, qapı, xalça və s. Mücərrəd isimlərdə isə bu xüsusiyyətlər yoxdur. Belə varlıqlar yalnız xəyallarda, düşüncələrdə mövcud olur və nə sualına cavab verir. Məsələn, yaddaş, əmək, hiyləgərlik, zaman, qüssə və s. sözlər. Mücərrəd isimlərin bəzisi cəm şəkilçisi ilə işlənmir. Məsələn, insanlıq, düşüncəsizlik, yoldaşlıq və s. Elə isimlər də var ki, həm konkret olur, həm mücərrəd olur. Məsələn, analıq, atalıq, bacılıq, qardaşlıq və s. Konkret isim kimi, məsələn, analığı gəldi, yəni ögey anası gəldi demək olar. Mücərrəd isim olaraq isə analıq hissi, atalıq hissi, bacılıq hissi. Gəldik ismin quruluşçu növlərinə. İsimlərin quruluşçu 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Sadə isimlər bildiyimiz kimi heç bir leksik şəkilçi qəbul etmir, amma qrammatik şəkilçi qəbul edə bilər. Məsələn, ev, evimiz, evlər və s. Burada ev sözü sadədir. La şəkilçisi cəm şəkilçisi, ımız şəkilçisi isə mənsubiyyət şəkilçisi olduğuna görə qrammatik şəkilçilərdir və sözün quruluşuna heç bir təsir etmir. Düzəltmə isimləri isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və feillərə leksik şəkilçi artırmaqla yaranır. Lakin lıq şəkilçisi burada istisnadır. Lıq şəkilçisi həm isimdən, saydan, sifətdən, əvəzlikdən, həm də zərfdən isim düzəltməyə malikdir. Məsələn, gerilik, yaxınlıq, mənlik, çoxluq, istilik, düzlük və s. Bu cür isimlər əsasən mücərrəd isimlərdir. Keçək ismin digər leksik şəkilçilərinə. 2 hissəyə bölünür. Adlardan isim düzəldən və feillərdən isim düzəldənlər. Adlardan isim düzəldən şəkilçilər özləri də bir neçə yerə bölünür. Məsələn, soyad düzəldənlər. Ov, ova, yev, yeva, zadə, soylu. Məsələn, Məmmədov, Məmmədova, Məmmədzadə, Məmmədsoy, Məmmədli və s. Sənət peşə bildirənlər. Ç, lıq, cə, şünas, kar. Məsələn, rəng şünas, daha sonra, məsələn, sehirbaz ola bilər. Burada baz şəkilçisi də var. Gər var, məsələn, zərgər. Kar var, məsələn, sənətkar. Daha sonra, yer məkan bildirənlər. Lıq, stan, xana, laq. Məsələn, otlaq, kitabxana, Yunanistan və s. Daha sonra kiçiltmə bildirənlər. Ça, cıq və əzizləmə bildirənlər cığaz şəkilçimiz mövcuddur. Qeyri-məhsuldar şəkilçilər də var. İsimlərdən, adlardan isim düzəldən. Bunlar isə an, ır, yor, cək, ıltı, zar, ban, ayə. Məsələn, buradan deyə bilərik ki, bağban və s. Feildən isim düzəldənlər. Acaq, ış, ıntı, anaq, ma, maca, kəm, ın. Keçək mürəkkəb isimlərə. Mürəkkəb isimlər 2 yerə bölünür.
bitişik yazılanlar və defislə yazılanlar. Bitişik yazılanlar bir neçə yolla düzəlir. Məsələn, sadə sözlərin köməyi ilə. Bunlara misal olaraq deyə bilərik ki, məsələn, istiot, kəlləpaça, Qarabağ, Elşən sözləri. Həmçinin mürəkkəb isimlərin bitişik yazılanları bir vurğu altında deyilir. Gəldik mənsubiyyət şəkilçili sözlərin iştirakı ilə yaranan mürəkkəb isimlərə. Bunlar da bitişik yazılır. Məsələn, su iti, çəkliyotu, soyqırımı, bazar düzü, dağ keçisi və s. Keçik üçüncü formaya sadə və düzəltmə sözünün köməyi ilə. Qəlbi sınıq. Qəlbi sözündəki ı şəkilçisi mənsubiyyət şəkilçisidir, yəni qrammatikdir. Ona görə də sözün quruluşuna təsir etmir. Sınıq sözü isə sın feilindən, yəni sınmaq feilindən sınıq ismi düzəlmişdir. Daha sonra keçik dördüncü formaya. İsim, üstəgəl feili sifət şəkilçili mürəkkəb isimlər. Məsələn, fala baxan, toz soran, əl yuyan və s. Daha sonra gəldik aha bitişdiricisi ilə düzələn eyni feil köklərinin təkrarından yarananlar. Məsələn, gəl ha gəl, vur ha vur, qaç ha qaç, bas ha bas və s. Gəldik altıncı formaya. Ağa, xanım, bəy, şah, xatun kimi sözlərin iştirakı ilə. Məsələn, Əli bəy, Gül xanım, Sara xatun, Ağa Səlim və s. Bu cür sözlər titul, ləqəb, rütbə bildirdikdə yaxud hörmət mənasında olanda ayrı yazılır və mürəkkəb söz yox, mürəkkəb ad yaradır. Məsələn, Şah İsmail Xətai, Sultan Səlim, Mirzə Hüseynqulu Ağa və s. Bunlar mürəkkəb adlardır və ayrı yazılır. Həmçinin böyük hərflərlə yazılır. Keçik mürəkkəb ismin ikinci formasına, yəni defislə yazılan mürəkkəb isimlərə. Bunlar da bir neçə hissəyə bölünür. Yaxın mənalı sözlərin birləşməsi ilə yarananlar, məsələn, söz söhbət, qapı pəncərə, qayda qanun, adət ənənə və s. İkinci forma, əks mənalı sözlərin iştirakı ilə, məsələn, dərə təpə, eniş yoxluş, gediş gəliş, ev eşik və s. Üçüncü forma olan biri tərəfi isim, bir tərəfi isə ayrılıqda işlənməyən söz köməyi ilə yaranan mürəkkəb isimlər. Məsələn, çol-çoz, çağız-çuğuz, zir-zibil, sür-sümük, dəmir-dümür və s. Gəldik dördüncü formaya. İzafət tərkibi formasında olanlar. Tərzi hərəkət, nöqteyi nəzər, həddi büluğ, tərcümeyi hal, abi həyat və s. Gəldik beşinci və sonuncu formamıza. Tərkibində əks, eks, vitse, kontur, ober, külli sözlərinə olan mürəkkəb isimlər. Məsələn, əks-inqilab, əks-prezident, vitse-admiral, ober-leytenant, külli ixtiyar və s. Defislə yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir. Burada bitişik yazılan mürəkkəb isimlərdə də bir istisnamız var ki, bu həmin mürəkkəb isim bitişik yazılsa da əks mənalı sözlərin köməyi ilə yaranmışdır. Həmin sözümüz isə alver sözüdür. Sadə və mürəkkəb adlar. Şəxslərin, əşyaların adları ayrı-ayrı isimlərdə və söz birləşmələri ilə ifadə oluna bilər. Bu baxımdan mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz. Qeydimiz var ki, mürəkkəb isimlər sadə adlardır və söz şəklində olur. Mürəkkəb adlar isə söz birləşmələridir. Yəni, sadə ad həm sadə sözdən, həm düzəltmə sözdən, həm də mürəkkəb sözdən yarana bilər. Məsələn, Məhəmməd, Məhəmmədzadə, Məhəmmədqulu. Hər üçü sadə ad hesab olunur. Quruluşca fərqli olsalar da bir sözdən ibarətdir, yəni sadə addır. Mürəkkəb ad isə söz birləşməsi ilə ifadə olunur. Məsələn, Xocalı faciəsi. Keçək indi tək və cəm isimlərə. İsimlər kəmiyyət baxımından tək və ya cəm olur. İsmin ifadə etdiyi əşya 2 və ya daha artıq olsa, o zaman lar, lər şəkilçisi qəbul edir, yəni cəm şəkilçisi qəbul edir. İsmin tək və ya cəm olması. Məsələn, insan, insanlar, maşın, maşınlar. Cəmlənmək üçün daha çox lar, lər şəkilçisindən istifadə olunur. Bəzən isə
Elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən say etibarilə çoxluq, topluluq bildirir. Belə isimlərə toplu isimlər deyilir. Məsələn, cəmiyyət, qoşun, ordu, ilxı, naxır, partiya, dəstə, xalq, cəmaət, el, əhali, alay və s. Cəmlənmək daha çox ümumi isimlərə aiddir. İsimdən əvvəl müəyyən miqdar sayı gələrsə, isim cəm şəkilçisi qəbul etmir. Məsələn, 5 kitab, 6 ev və s. 5 kitablar və ya 6 evlər olmaz. İstisna hallarda bədii xüsusiyyət daşıyaraq xüsusi isimlərdə cəm şəkilçisi qəbul edir. Bu zaman xüsusi isimlər qəbul etdiyi zaman şəxsi cəm şəkilçisini, bu zaman xüsusi isimlər böyük hərflə yazılır. Sözün son samitindən asılı olaraq cəm şəkilçisinin ilk samiti fərqli tələffüz oluna bilər. Yəni D, N, R, S, Ş, T və Z samitləri ilə bitən sözlərdə bu özünü göstərir. Məsələn, qızlar, qızlar, şairlər, şairlər. La şəkilçisi bəzən mənsubluq və xəbərlik də bildirir. Məsələn, onların anaları burada mənsubluq bildirir. Məsələn, bunlar uşaqdırlar, burada xəbər anlayışı da bildirir. La şəkilçisi qəbul etmiş bəzi sənət peşə bildirən isimlər cəmlənə bilmir. Müəllimlik, həkimlik, bağçılıq, aqronomluq və s. Toplu isimlərə keçək. Toplu isimlər qrammatik cəhətdən tək isimlərdir. Toplu isimlər cəm şəkilçisi qəbul edir. İstisna olaraq cəmaət, əhali sözləri cəm şəkilçisi qəbul etmir. Məsələn, ilxı otlayır cümləsində ilxı sözü təkdədir. Toplu isimlər cəm şəkilçisi qəbul etmədikdə qrammatik cəhətdən təkdə hesab olunur. Toplu isimlər cümlənin mübtədası olduqda xəbər təkdə olur. Məsələn, millət seçimini etdi. Naxır, məsələn, bağda otlayır. Lıq şəkilçisi qəbul etmiş bəzi sənət peşə bildirən isimlər bayaqda dediyimiz kimi cəmlənə bilmir. Daha sonra meşə, bağ, salxım kimi sözlər toplu isimlər deyil. Cəmlik bildirsələr də. Tək və topluluq bildirən isimlərin xüsusi şəkilçisi olmur. İndi isə keçək ismin mənsubiyyətə görə dəyişməsi. İsmi başqa hissələrindən fərqləndirən əlamətlərdən biri də mənsubiyyətə görə dəyişməsidir. Yəni mənsubiyyət kateqoriyasıdır. Mənsubiyyətə görə dəyişmə şəxslərlə şəxslər, şəxslərlə əşyalar, əşyalarla əşyalar arasında ola bilər. Birinci və ikinci şəxs aid mənsubiyyət şəkilçiləri yalnız şəxs və ya əşyanın insana mənsubluğunu bildirir. Məsələn, mənim evim, mənim dərdim, sənin dərdin və s. Üçüncü şəxsə aid mənsubiyyət şəkilçisi qəbul etmiş isim isə həm insana, həm də cansız əşyaya aid ola bilər. Əksər hallarda mənsubiyyət şəkilçisi qəbul etmiş ismin əvvəlinə yelik hal şəkilçisi qəbul etmiş şəxs əvəzli isim və ya isimləşmiş digər nitq hissələri gəlir. Məsələn, onun maşını yaxşıdır, onun evi yaxşıdır, onun evi pisdir və s. Bəzi hallarda yelik hallı şəxs əvəzliyi cümlədə ixtisar olunur. Məsələn, maşını yaxşıdır, evi yaxşıdır. Burada onun yelik hallı əvəzliyi ixtisar olunub. Mənsubiyyət şəkilçisili söz yelik hal şəkilçisindən sonra gəldiyi zaman hər ikisi birlikdə cümlənin bir üzvü olur. Yəni qarşısında yelik hal işləndiyi zaman. İndi mənsubiyyət şəkilçilərini göstərək. Birinci şəxsdə ım üstü 4, yəni kitabım. Birinci şəxsin cəmində ımız, kitabımız. İkinci şəxsin təkində ın, cəmində ınız. Üçüncü şəxsin təkində cəmidə ı və s şəkilçisi ilə düzəlir. İndi kitab sözünü mənsubiyyətə görə dəyişək. Kitabım, kitabımız, kitabın, kitabınız, kitabı, kitabları. Üçüncü şəxsin təkinə və cəminin şəkilçisi eynidir. Mənbə, mənşə, mənəfi, mənafi, mövqe, tale tipli alınma sözlər digər saitlə bitən sözlərdən fərqli olaraq bütün şəxslərdə y samiti ilə işlənir. Mənbə, mənşe, mənafi, mövqe, tale tipli alınma sözlər digər saitlə bitən sözlərdən fərqli olaraq bütün şəxslərdə y bitişdirici samiti ilə işlənir.
Məsələn, mövqe, mövqeyim, mövqeyin, mövqeyi və s. Su və nə sözləri milli söz olmağına baxmayaraq, bunlar da mənsubiyyətə görə yuxarıdakı alınma sözlər kimi dəyişir. Yəni, suyu, nəyi və s. Mənsubiyyət şəkilsiz sözlər formasından asılı olaraq müxtəlif cümlə özü vəzifəsində işlənə bilər. İndi isə keçək ismin hallanmasına. İsmin 6 halı var. Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlı hal. Keçək adlıq hala. Adlıq hal cümlədə mübtəda, xəbər, təyin və xitab vəzifəsində işlənir. Söz birləşməsi və sifətləşmiş isimlərlə ifadə olunur. Adlıq hal cümlədə kim, nə, hara sualına cavab verir. Lüğətlərdə isimlər adlıq halda verilir. Adlıq halın xüsusi şəkilçisi yoxdur. Adlıq halda olan isimlər cümlədə daha çox 4 mövqedə işlənir. Dediyim kimi, mübtəda, xəbər, təyin, xitab. Adlıq halda olan isim, cəm, mənsubiyyət, xəbərlik şəkilçilər qəbul edə bilir. Bu zaman şəkilçilər ayrı-ayrılıqda, eyni zamanda ismin həm ayrı-ayrılıqda, həm də eyni zamanda ismin başlanğıc formasına qoşula bilər. Məsələn, kitab, kitablar, kitablarım, kitablarımdır. Söz birləşməsi və cümlədə olan sifətləşmiş isimlər adlıq halda olur. Məsələn, dəmir qapı, gümüş üzük və s. Adlıq halda olan isim, cəm, mənsubiyyət, hal və şəxs sonluğunun şəkilçilərini, yəni xəbərlik şəkilçisini qəbul etdikdə başlanğıc formadan çıxır. İndi isə keçək yiyəlik hala. Yiyəlik hal 2 yerə bölünür: müəyyən və qeyri-müəyyən. Yiyəlik halı isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, sahiblik mənası yaradır. Onun şəkilçiləri ın, üstü 4 və nın üstü 4, suallar isə kimin, nəyin, haranın suallarına cavab olur. Yiyəlik halı isimdən sonra adətən mənsubiyyət şəkilçili söz gəlir və söz birləşməsi yaranır. Bu cür söz birləşməsinin birinci tərəfi yiyəlik, ikinci tərəfi isə mənsubliq, yəni aidlik bildirir. Məsələn, ağacın yarpağı, atanın məsləhəti, ananın məsləhəti, müəllimin qələmi, şagirdin kitabı və s. Müəyyənlik yiyəlik halın daha doğrusu 2 növü var: müəyyən yiyəlik hal, qeyri-müəyyən yiyəlik hal. Bayaq saydığım nümunələr müəyyənlik bildirən yiyəlik hal misal ola bilər. Göründüyü kimi burada hal şəkilçisi mütləq iştirak edir və konkretlik yaradır. Yiyəlik hal ayrılıqda cümlə üzvü olmur. İstisna olaraq xəbər ola bilər. Məsələn, deyək ki, kitab şagirdindir. Yəni şagirdin sözündəki in yiyəlik haldır və xəbər vəzifəsində işlənir. Biz və siz əvəzlikləri yiyəlik halda təyin ola bilər. Daha sonra əvəzlikdən sonra qoşma işləndikdə tamamlıq olur cümlədə. Yəni digər əvəzliklər isə qoşma ilə işləndikdə tamamlıq ola bilər. Məsələn, sizin üçün, onun üçün, hamı üçün. Bunlar gördüyümüz kimi əvəzliklər yiyəlik halı qəbul etmişdir. Müəyyənlik bildirən yiyəlik halın cümlədə 2 halda işlənmə vəzifəsi var. Birinci, 3-cü növ təyini söz birləşməsinin birinci tərəfi kimi. İkinci olaraq isə cümlədə ismi xəbər vəzifəsində. Məsələn, kitab müəllimindir və ya şagirdindir. Birinci, yəni nümunə olaraq şagirdin arzusu, qapının rəngi, evin qapısı və s. Keçək indi qeyri-müəyyənlik bildirən yiyəlik hala. Qeyri-müəyyənlik bildirən yiyəlik halın xüsusi şəkilçisi yoxdur və cümlədə nə sualına cavab verir. Burada bu kimin, nəyin sualı müəyyənlik bildirən yiyəlik hala aiddir. Bu da həmçinin ayrılıqda cümlə üzvü olmur. Cümlədə bu sualı adlıq halın sualı ilə qarışdırmaq olmaz. Bunun üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Adlıq hal feillə əlaqəyə girir. Qeyri-müəyyən yiyəlik hal isə mənsubiyyət plus isimlə əlaqəyə girir. Qeyri-müəyyən yiyəlik halda işlənən isim ayrılıqda cümlə üzvü olmur. Özündən sonra gələn 3-cü şəxsin təkinə aid mənsubiyyət şəkilçili sözlə məna və qrammatik cəhətdən birləşərək bir suala cavab verir. Adlıq halda olan isim cümlədə feillə əlaqəyə girir. Dediyim kimi, qeyri-müəyyən yiyəlik halda olan isim isə yalnız mənsubiyyət şəkilçili sözlə əlaqəyə girir.
Qeyri-müəyyənlik qeyri-müəyyən yiyəlik halın bir işlənmə vəziyyəti var. Həmişə isim birləşmənin birinci tərəfi olur. 5-ci qayda olaraq isə xüsusi isimlər də qeyri-müəyyən yiyəlik halda işləndikdə nə sualına cavab verir? Məsələn, Şuşa qalası. Müəyyənlik bildirən yiyəlik haldan fərqli olaraq, qeyri-müəyyən yiyəlik hal ayrılıqda cümlə üzvü ola bilmir. Bəzi qeyri-müəyyən yiyəlik halda olan sözləri müəyyənliyə çevirmək olmur. Məsələn, Gəncə şəhəri, Azərbaycan ölkəsi, Qurban bayramı və s. Müsbət şəkilçisi amonimdir. Onları bir-birindən fərqləndirmək lazımdır. Onlara ortaq xüsusiyyət olaraq deyə bilərik ki, hər ikisinin şəkilçisi 10^4-dür. Fərqli cəhət olaraq isə deyə bilərik ki, yiyəlik hal ikinci dəfə hallana bilmir. Yiyəlik hal ikinci dəfə hallana bilmədiyi halda, üçüncü şəxsin təkcə mənsubiyyəti hal şəkilçisini qəbul edə bilir. Məsələn, sənin kitabın və ya sənin kitabını, kitabında, kitabından. Mənsubiyyət şəkilçisi sözün əvvəlinə sənin əvəzliyini əlavə etmək olar. Məsələn, kitabın məndədir. Sənin kitabın məndədir. İndi isə keçək yönlük hala. İsmin yönlük halı yön istiqamət bildirir. Amma yenə istisnalar var ki, məsələn, 5 manata aldım, 50 qəpiyə satdım cümlələrində manat, qəpik sözləri yönlük halda olsalar da yön istiqamət bildirmirlər. Yönlük halda işlənən isimlər A, ya, yə şəkilçisi qəbul edir. O, bu sözləri və üçüncü şəxs mənsubiyyət şəkilçili sözlərlə yönlük hal arasında n bitişdirici samit girir. Məsələn, ona, anasına və s. Kimə, nəyə, haraya suallarından birinə cavab olur. Yönlük halda olan isimlər cümlədə əsasən tamamlıq və yer zərfliyi olur. Yuxarıdakı ilk iki cümlədə tamamlıq, yuxarıdakı ilk iki nümunədə tamamlıq, sonuncu cümlədə isə zərflik rolundadır. Məsələn, qardaşıma salam deyərsən. İndi isə keçək yönlük hala. İsmin yönlük halı yön istiqamət bildirir. Yönlük halda işlənən isimlər A, və ya, yə şəkilçisi qəbul edir. Kimə, nəyə, haraya suallarından birinə cavab olur. Yönlük halda olan isimlər cümlədə əsasən tamamlıq və yer zərfliyi olur. Məsələn, qardaşıma salam deyərsən. Burada qardaşıma sözünün yönlük hal şəkilçisi qəbul edir və tamamlıq vəzifəsindədir. Kitaba diqqətlə bax, həmçinin yönlük hal qəbul edib və tamamlıq vəzifəsində işlənib. Şagirdlər məktəbə gəldilər. Hara gəldilər? Burada isə məktəbə sözü yönlük hal qəbul edib və hara sualına cavab verdiyi üçün yer zərfliyi mövqeyində işlənib. Xəbərlik şəkilçisi qəbul etdiyi zaman yönlük hal ismi xəbər ola bilir. Məsələn, yolum Qarabağadır. Sonu açıq saitlə bitən isimlər yönlük halda fərqli tələffüz olunur. Sondakı A, saitləri I, I, U, Ü kimi tələffüz olunur. Deməli, bir təkrar eləyək. Yönlük hal A, ya, yə şəkilçisi ilə düzəlir. Suallar kimə, nəyə, haradır? Kimə, nəyə sualları olduqda tamamlıq. Haraya sualına cavab verdikdə isə yer zərfliyi olur. Cümlədə əsasən ismi xəbər olur. Məsələn, yolum Qarabağıdır. Və A, I şəkilçisi sonu açıq saitlə bitən isimlərə artırıldıqda I, U, Ü şəkilçisi kimi tələffüz olunur. Təsirlik hal hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. Təsirlik hal iki yerə bölünür. Müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hal. Müəyyən təsirlik halda olan isimlər I^4 və N^4 şəkilçisini qəbul edir. Kimin, nəyi, haranın suallarından birinə cavab olur. Qeyri-müəyyən təsirlik hal isə şəkilçisi qəbul etmir və nə sualına cavab olur. Mənsubiyyət şəkilçisi isim qeyri-müəyyən təsirlik halda işləndikdə mənsubiyyət şəkilçisini və bitişdirici samit işlənir. Məsələn, almasın, heyvasın yedik. Yəni, almasını, heyvasını yedik. Bu cür nümunələr şifahi nitqdə və folklor nümunələrində işlənir. Cümlədə daha çox hərəkət bildirən sözlə yanaşı gəlir. Məsələn, rəssam divardan şəkil asdı. Yəni, rəssam divardan şəkili asdı. Bu cümlədəki qeyri-müəyyən təsirlik hallı ismi asanlıqla müəyyən təsirlik hala çevirmək oldu.
Müəyyən və qeyri-müəyyən təsirli halın əsas oxşar cəhətlərindən biri odur ki, hər ikisi təsirli feillərlə əlaqəli olur. Obyekt üzərində iş icra olunan əşyanı bildirir. İstisna hallarda isə müəyyənlik bildirən təsirli hal təsirsiz feillə də əlaqəyə girir. Məsələn, yayı dincəlmədim və ya gecəni yatmadım. Bu zaman obyekt bildirmək funksiyasını daşımır, asanlıqla hal şəkilçisini dadə ilə əvəz etmək olur. Məsələn, yayda dincəlmədim. Qeyri-müəyyən təsirli halın sualı olan nə sualı adlı halın sualı ilə fərqli xüsusiyyətlərə malikdir. Bunları fərqləndirmək olmaz. Adlı haldan fərqli olaraq qeyri-müəyyən təsirli halda olan isim nə sualına cavab verdiyi kimi nəyi sualına cavab olur. Məsələn, kitabı oxudum. Qeyri-müəyyən təsirli halın əvvəlinə o, bu işarə vəzifələrindən birini əlavə etdikdə asanlıqla müəyyənlik halın şəkilçisini qəbul edir. Məsələn, kitab oxudum, o kitabı oxudum, bu kitabı oxudum. Bu halda isim şəkilçisiz heç zaman işlənə bilməz. Qeyri-müəyyənlik təsirli hal həmişə feilin yanında işlənir. Xəbərin yanından kənarlaşdırdıqda isim mütləq təsirli halın şəkilçisini qəbul edir. Məsələn, mən kitab oxudum və ya kitabı mən oxudum. Adlı hal digər cümlə üzvlərinin yanında işlənə bilir. Qeyri-müəyyən təsirli hal isə həmişə feilin yanında işlənir. Adlı hal təsirsiz feillə də bağlı ola bilir. Qeyri-müəyyən təsirli hal isə həmişə təsirli feillərlə bağlı olur. Təsirli hal ismin yeganə halıdır ki, şəxs şəkilçisi qəbul etmir. Cümlədə xəbər olmur. Bəzi qeyri-müəyyən təsirli halda olan sözlər müəyyən təsirli hala çevrilə bilmir. Məsələn, vətən mənə oğul desə nə dərdim? Vətən mənə oğulu desə demək olmur, yəni çevirmək olmur. Əslində, halbuki qeyri-müəyyən təsirli haldır, amma müəyyən təsirli hala çevirmək olmur. İstisnalar var bir sıra ki, birinci istisna odur ki, ismi xəbərlə əlaqəyə girir. İkinci istisna odur ki, qeyri-müəyyən təsirli halda olan söz feildən aralıda işlənə bilir. Məsələn, bir kitab da mən aldım. Yəni, bir kitabı da mən aldım. Təsirli halda olan söz bəzən tələfüzdə, bəzən də şeirlərdə bitişdirici samitlə işlənə bilər. Məsələn, almasın, heyvasın, narın görmədim, bayaq dediyim kimi. Adlı halda kim sualına cavab verən sözlər qeyri-müəyyən təsirli halda nə sualına cavab verir? Məsələn, həkim işə getdi. Kim işə getdi? Bu adlı halda kim sualına cavab verir? Qeyri-müəyyən təsirli halda isə nə sualına cavab verir? Yəni, tez həkim çağır. Nə çağır? Həkim. Təsirli halın şəkilçisi üçüncü şəxsin təkinin mənsubiyyə şəkilçisi ilə homonimdir. Yəni də dediyimiz kimi, mənsubiyyə şəkilçisi isim qəbul etmiş. Mənsubiyyə şəkilçisi qəbul etmiş isim çox zaman yiyəlik hal şəkilçisi qəbul etmiş isimlə söz birləşməsi əmələ gətirir. Bu zaman cümlədə hər ikisi bir cümlə üzvü olur. Məsələn, dostun sözü qiymətli olar. Nə qiymətli olar? Dostun sözü. Tək işləndiyi zaman onun əvvəlinə onun əvəzi əlavə etmək olur. Məsələn, onun sözü qiymətlidir. Bir də var, sözü qiymətlidir. Təsirli halda olan söz isə cümlədə tamamlıq kimi işlənir. Məktəbi təmir etdilər. Nəyi məktəbi? İstisna hallarda zaman məzmunu bildirərək zaman zərfliyi olur. Məsələn, gecəni yatmamışam, yayı şəhərdə qaldım və s. Xüsusi isimlərin, bəzən də şəxs bildirən isimlərin qeyri-müəyyənlik təsirli hal kimi işlənmə imkanları məhduddur. İndi isə keçək yerlik hala. Yerlik hal hərəkətin icra olunduğu yeri bildirir və kimdə, nədə, harada suallarına cavab olur. Yerlik halda olan isimlər dadə şəkilçisini qəbul edir. Əgər həmin isim cümlədə, kimdə, nədə suallarına cavab verərsə, tamamlıq olur. Harada sualına cavab verərsə, yer zərfliyi olur. Və kimdədirsə, kimdədir, nədədir, haradadır suallarına cavab verərsə, cümlədə xəbər olur. Çıxışlı hal. İsmin çıxışlı halı hərəkətin başlanğıc yerini və yaxud çıxış nöqtəsini bildirir.
və kimdən, nədən, haradan suallarına cavab olur. Sıxışlıq halda işlənən isimlər dandan şəkilçisi qəbul edir. Cümlədə tamamlıq, zəiflik, bəzən də xəbər kimi işlənir. İsmin çıxışlıq halı yönlük halda ifadə olunan fikrin əksini bildirir. Yönlük hal hərəkətin son nöqtəsinin, çıxışlıq hal isə başlanğıc nöqtəsini bildirir. Sonu n, m samitləri bitən sözlərdə çıxışlıq hal nan, nən kimi tələffüz olunur. Üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçili sözlərdə bitişdirici samitin tələbi ilə tələffüz fərqi yaranır. Məsələn, atasından, atasından, anasından, anasından və s. Qardaşından, qardaşından. Çıxışlıq halda olan sözlər qoşma ilə işlənə bilir. Məsələn, insandan ötürü və anamdan ötürü, atamdan ötürü. Məsələn, qardaşımdan əvvəl, qardaşımdan sonra. İsimlər cümlədə daha çox mübtəda və tamamlıq olur. Məsələn, uşaqlar ağacları suvardılar. İndi isə keçək ismin ümumi hallarına. İsimlər cümlədə daha çox mübtəda və tamamlıq olur. Bəzi hallarda isimlər cümlədə zəiflik, təyin və ismi xəbər kimi də işlənə bilir. Məsələn, atam Türkiyədən qızıl medal gətirdi. Türkiyədən zəiflikdir, halbuki çıxış halda olan isimdir. Qızıl medal sözündə isə qızıl təyin olaraq götürülür, halbuki isimdir. İkinci nümunə, dünyada ən böyük zirvə analıqdır. Analıqdır, ismi xəbərdir. İsim bütün cümlə özü vəzifəsində çıxış edə bilər. İsimlərə qrammatik şəkilçilərin artırılması müəyyən ardıcılıqla olur. Cəm, mənsubiyyət, hal və şəxs sonluğu. Bunu yadda saxlamaq üçün bu cümləni yadda saxlamaq olar. Cəmiyyət mənim halımdan xəbərsizdir. Yəni cəm, mənsubiyyət, hal, xəbər şəkilçisi olaraq artırılır. İsmin sifətləşməsinə, yəni atributivləşməsinə. İsimlər cümlədə daha çox mübtəda və tamamlıq olur. Dediyimiz kimi. Bəzi hallarda isim sifətləşərək cümlədə təyin vəzifəsində çıxış edir. Bayaq dediyim qızıl medal nümunəsi kimi. Və bu ismin sifətləşməsi adlanır. Bu zaman isim sifətin suallarına cavab verir. Məsələn, taxta qapı çürüyür. Hansı qapı çürüyür? Dəri ayaqqabı dözümlü olar. Necə ayaqqabı dəri? İsim sifətləşərkən cümlədə sintaktik vəzifəsi dəyişsə də, yəni hansı cümlə üzvü olması dəyişsə də, morfoloji xüsusiyyəti dəyişmir. Yəni bu isim olaraq qalır. Hansı sualına, necə sualına cavab versə də isim olaraq qalır. Daha çox sifətləşən isimlər material bildirənlərdir. Məsələn, daş, yun, taxta, şüşə, asfalt, torpaq, çit, pambıq, dəmir, gümüş, mis, qızıl, bez, bürünc, dəri və s. İsmin şəxsə görə dəyişməsi. Adlar şəxsə görə dəyişə bilir. İsimlər də ad olduğuna görə şəxsə görə dəyişir. Adların şəxsə görə dəyişərək qəbul etdiyi şəkilçilər şəxs şəkilçiləri, yəni xəbərlik şəkilçiləri adlanır. Birinci şəxsin xəbərlik şəkilçisi am, cəmində isə ıq, təkində ikinci şəxsdə san, cəmində sınız, üçüncü şəxsin təkində dır, cəmində dırlar. Məsələn, insanam, insanıq, insansan, insansınız, insandır, insandırlar. Əgər isimlər saitlə bitərsə, o zaman isimlə şəxs şəkilçisi arasında y bitişdirici samitindən istifadə olunur. Məsələn, mən atayam, mən anayam. İsmin mənsubiyyət şəkilçiləri də şəxslə bağlı olduğu üçün adətən şəxs şəkilçiləri ilə qarışdırılır. Bunları bir-birindən fərqləndirmək üçün bilmək lazımdır ki, xəbərlik şəkilçili sözlər cümlənin yalnız xəbəri ola bildiyi halda, mənsubiyyət şəkilçili sözlər cümlənin müxtəlif üzvləri ola bilər. Şəxs şəkilçiləri vurğu qəbul etmir. Üçüncü şəxsin şəkilçisi dır tələffüz zamanı r samitini itirir. Məsələn, güldür və ya güldü. Yəni ki, deyir ki, bağçadakı güldür və ya bağçadakı güldü. Bəzən xəbərin inkarda olması lazım gəlir ki, bu zaman deyil hissəciyindən istifadə olunur. Bu əsasən feilin lazım şəklində olur. Onu da gələcək izahlarda, videolarda izah edəcəm. Şəxs şəkilçisi qəbul etmiş söz yalnız cümlənin xəbəri olur. Sınız şəxs sonluğu sız kimi tələffüz olunur.
İsimlərin bir qismi bütün şəxslər üzrə dəyişə bilmir. Məsələn, kitabdır, qələmdir. Yalnız üçüncü şəxsdə olur. Qalır son olaraq bitişdirici samitlər. Y, N, S bitişdirici samitlərimiz var. Bayaq videonun əvvəlində və ya ortasında qeyd etdiyim kimi mənbə, mənşə, mənafe, mövqe, talih tipli alınma sözlər digər saatlə bitən sözlərdən fərqli olaraq bütün şəxslərdə Y bitişdirici samiti ilə işlənir. Məsələn, mövqeyim, mövqeyin və ya mövqeyi. Su və nə sözləri isə milli söz olmasına baxmayaraq mənsubiyyətə görə digər alınma sözlər kimi, yəni mənbə, mənşə, mənafe sözləri kimi bitişdirici samiti qəbul edir. Yəni suyu, nəyi. Bugünlük ismin izahı bu qədər. Bundan sonra hər gün kanalımızda müəyyən dərslərlə bağlı izahlar olacaq. Həm Azərbaycan dili, həm riyaziyyat, həm xarici dillər, rus və ya ingilis, tarix, ədəbiyyat izah olunacaq. Əsasən 3-cü qruplar üzrə video dərslərimiz paylaşılacaq kanalda, amma 5-ci qruplarda yararlana bilər. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.